Allah əzizlərim, bu günləri səlimsiz gedirəm. Həm istidir, həm də gec başı gəlir. Gedeyim, dünənki karbondan bir dənə köynəyi qaytaracağım. Biri yaxşıdır, biri könlümcə deyil materialı filan. Futbolkalardan, amma aparım. İnşaatçılarda Esparqaya qaytarım, gəlim. Bugün hələ bir dənə ətrim gəlməlidir bir marketə, o da həyətdə də götürəcəm. Deməli, dünənləri 3 dənə, dünən səhər 3 dənə, biri Persona 1-ci, 2-ci kitab və bir dənə də İrəvanda xan qalmadı kitabı almışam. Rebusdan sonra belə bir kosmetik alış-veriş də eləmişəm. Rumənadır və saç yağıdır, amma sonra ayrıca göstərəcəm. Ayrıca deyəndə ayrı bir videoda aktiv olun hər yanda. Hello, yuxulu Səlim və maması. Bizə Səlim ildə ayda bir dəfə yatar, İraq xəstə olanda bu uşaq yatır. Xəstəlik canından çıxmır ki. Gözə gətiriblər, baxın, yadı çatır. Nəysə, bizə cadı təsir eləmir, amma gözə gətirə bilərlər. Nəysə, gedirik Səlimlə bulvara, Əli Oyunlar Sarayında 13, 14, 15, 16, 17-si uşaq kitab festivalı var, amma böyüklər üçün kitablar var, gedək baxaq. Səlimciklə gəldik, Səlimciklə gəldik. Nastroyenisi yoxdur, burnu açılmır, çünki heç bir damcı qoymur töküm onu. Gəldik. Tutdu. Saçım açıldı yandan sonra diqqətlər tündü. Çünki mən əvvəl açmışdım, nə vaxt saçlarımı. Ona görə açıq yerlər daha açıq görünür. Amma xoşum gəlir. Neysə. Gedirik kitab festivalına. İnşallah ki bitməyir. Hə, Səlimuşka Səlimcik. Səlimuşka Səlimcik yatmışdı. Elə ki dedim ki gedək gəzməyə durdum. Bize göre gece kim yatacak? Gece otursa problem yok değil. Böyle değil. O aşamalarında fırlanır, böyle fırlanır. Ondan çıxıb o vaxtdan sizə danışım 999-cu gecə neydi, oraya getmək istəyirəm, o yadıma düşdü. Hə, 5 manatlıq gəlinə deməli kolxozun təzə yaranan vaxtıdır. Sosialist inqilabından bir qədər sonra bir kişi olur, kişi köhnə, yəni ki deyir ki, mən kolxoza qatılmaram da, nəyim var, özümdür. Nə qızını məktəbə göndərməz, nə oğlu, amma qızı oğlu o vaxtın çağdaş gənclərindən olur və bir bacı qardaş da ayrıca olur. Onlar da elə bir bu bacı qardaşa aşiq olur. Neynəsinlər, həmin obrusu bacı qardaş deyir ki, yalnız sən mənim qardaşım evlənəndən sonra sənə evlənəcəm. Neynəsinlər, yadlarına düşür ki, bunların rəhmətli ataları həmin kişinin, bu qızın, kişinin köhnə fikirlinin evində işlənmişdi. Hiylə qururlar və 5 manata tutur bir aylıq. O vaxt 5 manat nə bilim nə qədər eləyir. Nəysə 5 manat elə olur ki, görür qızına aşıqdır, deyir yox. Deyir ki, qovuram sənə, deyir maaşımı ver. O da götürür istiqraz verir. İstiqraz da udur. Amma bu istiqraz yox, bir başqa istiqraz udur. Amma buna elə çatdırırlar ki, gəl bu istiqraz tutur. Min bir kələklə deyir, qızımı deyir, ərə verəcəm. Həm belə nigahla, o da deyir, molla nigahına düzaqsa, deyir, yaxşı. Qızımı verirəm, amma köhnə adətənə neynə, sən də mənə o başlıq pulunu verməlisən. Deyir, yox. Deyir, onda o istiqrazı mənə ver. Deyir, onda sən mənə 5 manatı ver. Nəysə, oğlan 5 manatı götürür, gedir, o qızla da evlənir. Bu momentdə gəlir, qardaş deyir ki, mən də bu oğlanın bacısı ilə evlənmişəm, daha heç nə deyə bilmirlər. Axırda aydınlaşır ki, o kasıb oğlan olur, o 5 mahı ilə qurur. O qızı ilə evlənən həqiqətən 10.000 manat istiqraz udub, amma o istiqraz bu istiqraz deyilmiş. Yəni xəsis kişiyə belə kələk gəlirlər, çox gözəl teatrdır və hər iki gənc
öz yarı ilə xoşbəxt olurlar. Çox maraqlı bir teatr idi. Gedin, baxın. Mən isə ayın 15-i Allahın köməyi ilə, Allahın izni ilə sağlıq olsun. İstəyirəm gedim nəyə baxım? 999-cu gecə Fikrət Əmirovun Min bir gecə əsəri əsasında səhnələşdirilən bir əsərdir. Görək, Allah qismət eləsin. Əl Oyunları Sarayına burada 5-ci Uşaq Kitab Festivalı var. Gördüyünüz kimi 13, 14, 15, 16, 17 mayı əhatə edir. Amma bayaq bilmirəm hansı kitab mağazası canlı açmışlar. Dedim tək kitab, uşaq kitablardır. Dedilər, xeyr. Siz də gəlin. Saat 10-dan axşam 20-yə. Ali və Nino. Bizə bu arada belə bir şey verdilər. Bəhram əminin kitabları. Oxuyacaq. O uşaq yayınları. Qədim Qala nəşriyyatı. Burada baxın, nə qəşəng. Səlim mənə izin vermir, baxın. Amma çalışacağım sizə göstərim. Görün, nə qəşəng qızın zümbəziklər. Viva nəşriyyat Mayak. Səlim mənə icazə vermir. Ona görə Aləm Qarışıq Fət Yolu nəşriyyatı. Burada uşaqlar üçün əyləncədir. Səlim mən ora-bura dartır, ona görə kameram əsir. Burada Bəhram əminin kitabları. Sonra geçdik bura. Burada nədir? Ağıllı Bala kitab nəşriyyatı, Qələm nəşriyyatı. Burada da baxın, uşaqlar üçün bir azeyni olan kitablar falan da var. Səlim icazə vermir. Orada bir dəqiqə altın kitab var. Göstərim sizə, Uşaq Kitab Festivalında altın kitab. Burada şəkildə çəkdirə bilərsiniz.
Dayanmama qurban. Hətta Azərbaycanda var burada. Aç daxili seç kitabını. Belə. Mən qoymada kitabçıda qəşəng Azərbaycan nəşriyyatı kitabları vardı və 20% endirim vardı. Qalan kitabların çoxu demək olar ki, uşaq kitablarıydı. Bir tək bir böyük kitablar gördüm. Yalnız kitabçıda mən gördüm. Onda Səlim qoymadı. Səlimin kamera arxası mənim bu qolum gömdüydü. Çimdiklədi, sıxdı, nə istəsiz elədi. Və belə dartıb çıxartdım. Bax belə. Mən şiddət göstərsəm mama qurban. Adam anasına şiddət göstər. Hə, Səlim, adam anasına şiddət göstərər. Hə. Olmaz axı elə. Deyirəm amma kitabın çoxdur, kitab al. Hər şey yaxşıladı olur. Amma 20% endirim idi. 4-5 dənə kitab alacaqdım, qoymadı. Gel buraya. Elimin çıpçı qonaqlığıdır. Bu da ne şirindir. Can, sen ne şirinsin. Hello, good evening. Gəlin yatmamışdan qabaq gecə maskamızı edək. Bunu mən Temu'dan sifariş vermişdim yaxın günlərdə. Bu Collagen Night Wrapping Mask'dir. Night Care'dır. Bunu təmiz, quru üzünüzə, göz altlarının çıxmaq şərti ilə, qaçınmaq şərti ilə tətbiq edirsiniz. Boyuna da etmək olar. 15 dəqiqə gözləyirsiniz ki, qurusun. Ondan sonra gedirsiniz mışıl geçince bay bay edirsiniz. Yatırsınız. Səhər nə vaxt dursanız yuyursunuz. Gəlin indi tətbiq edək, səhər nəticəsini artıq deyəcəm. Əslində maska şey ilə eləmək olardı. Hə, bunu açmaq lazımdır. I'm so sorry, açım gəlin. Bunu çıxartmaq lazımdır. Ondan sonra başlığını taxmaq lazımdır. Belə yapışıb ki, açım gəlin. Çıxartdıq. Təzdən bağladıq. Üzümüzə gel kimidir, tətbiq edirik. Mənim bir dənə beləsi var, amma mən oyuna yata bilmirəm. Deyin niyə? Onu almışdım 8 manat neçə. Onu mən axşam eləyə bilərəm, səhər də eləyə bilərəm. Düzü deyilə yoxu qabağıdır. Çünki o quruyandan sonra soyulur. Soyulan maska yoxdur. Yəni ki, deyir ki, qurudu, gedin yatın. Qeyri-ixtiyari yatmaq olmur. Qışıb soymasam belə yatmaq olmur. Deyin niyə? Çünki öz-özünü quruyur, artıq qabğanıdır, öz-özünü pıtlayır, həm diskomfort verir adamı, həm də quruyur da. Yəni, quruyan maska necə olur? Qızıl gülüyə hardasın. Belə, gel maskadır, tətbiq etdik üzümüzə. Quruyub soyulan maska olsa sizə deyəcəm, yox, səsim çıxmadısa demək səhər edəcəyik. Dəqiqəmiz keçdi, dartılır, amma hələ ki soyulmayıb, məncə soyula da bilər, soyulmaya da bilər. Amma birin mağazadan almışam, o bax belə soyula da bilər, soyula da bilməz deyil. O mütləq olaraq soyulan maskadır, ona görə mən ondan yatıb başa çıxa bilmirəm. Fikirləşirəm ki, mən onu yalnız gecə, əgər gecə aiddirsə, gecə uzun müddət bacardığım qədər saxlayayım və yatmamışdan qabaq soyum. Bu maska göyə ki kollagenlə zəngin edəcək, səhər sizə nəticəsini göstərəcəm. Hello, demişdim sözümdəki maskanın effektini göstərəcəm. Səhər açıldı. Bilirsiniz necə oldu? Elə bilin ki, biraz
soyula bilen maska kimi oldu, ama tam da soyulmurdu. Yani soya bildim, soydum, soya bilmedim, yudum ve üzümdə lifting effekt oldu. Çünkü kolagen ifrazını gücləşdirir. Kolagenlə, daha doğrusu ifrazını gücləşdirmirdi, kolagenlə zəngin edirdi. Bilirsiniz də 25-26 yaşından sonra artıq insan orqanizmi kolagen ifraz edilir və ona görə də qocalma prosesi yavaş-yavaş başlayır. Hələ ki razı qaldım ilk dəfədən görək. İnşaatçılara rebusa baxacağım. Misafir kitab var deyəcəksiniz. Bu kitabları yığır aklımda olur heç nə. Yavaş-yavaş toplayıram. Sadəcə belə bir iş var da, kitabı almasan Türkiyəçilərdə sonra məsəl üçün birinci hissəsi olursa yoxa çıxır. Gəl gözlə. Məsəl üçün kötü çocuk var məndə. 4-cü hissəsi yoxdur. 2-ni çaşıb almışdım, sonra 1-3'ü almışam. 4 yoxdur. Ona görə alıb yığmaq lazımdır. Deyirlər zakazla gətirə bilərik, deyirəm eyb yox, nə vaxt onun 3-ünü oxuyanasa 4 zakaz verərəm. Balmadəmin qarşısındayıq. Kiyevski tort aldım. Görək nətər olacaq dadım mənim üçün gəlsin. Uşağımdayıq, tək gəncliyimdə olan tortlara oxşayacaqlar. Deyirəm göndərmən, nə qədər qoca olsam da deyirəm. İkin cavana, dururur. Qaqaş elə deyir Səlim. Deyir ki, Səlim yaxşı olanda məsəl salmışdır. Yox, Privivkadan sonra dili tutulub. 1 yaşında Azərbaycan deyirdim. Yox, yanıb. Yox, danışmağı şeydəndir, peyvənddən sonra. 3 yaşından sonra yavaş-yavaş dönür. 1 yaşında Azərbaycan deyirdim. Hə, Səlim hara gəlmişsən? Başkəndə gəlmişsən. İzləyicilər salamdır. Var burada götürəcəm. Neyi gözləyərkən kitabı göstərim sizə. Deməli, mən nə üçün getmişdim? Mən antena var. Mən getmişdim Beyza Alkoçun misafirinə. Yığıram da kolleksiyadır. Mənim tempimlə oxumağa, normal oxumağa 2 illik kitabım var. Burası da eyni görünür, orası da eyni görünür. Beyza Alkoçun misafir kitabı üçün getmişdim. Və nəsə bu xoşuma gəldi. Bu birinci ciltdə. O tək ciltlikdə bu xoşuma gəldi. 20% indirim var. Bu karanlıq sanlıdır bu. Nəsə bu əskəriyə bir romandır. Bu da belə dedektiv sevgi falan dolu. Bunun da içində yəqin sevgi falan olur. Dedektiv olar, nə olar? Gətirir də atam. Səlim, bu kitabdır. Kitab yiyirsən? Kitablarımız da bu qədər. Səlimuşqa, Səlimuşqa dözmürəm. Dözmür. Bura qəşən restorandır, Başkənd. Əvvələr gəlmişdi, bəlkə vloglarımızda görmüşsünüz YouTube'dan. Gəlib çıxmamışıq, nə əcəbsə. Olur, biz deyirik ki. Görürsünüz, məsəl şu adan edik, çıxmamışıq. Və Başkənddən gəldim, bu adamlar oturub çörək yiyir, adamlar düşməz. Bunu artıq belə saxlanıb dolaşmır. Səlimə bax. Açmışam kameranı ki, çox ses almaz. Vlogger mamanın bir vlogger oturdu, ona görə. Səlimin pendir çubuqları gəldi, burada qırğın qiyafəti. Qəşəng yiyək. Səlimdən uğurlamışam ama biləsiniz. Mən də sevirəm pendir çubuqlarını, neyim mənim salatım. Badımcan salatı vermişəm. Sipariş bir də pendir çubuqları. Çok sağlıklı, çok. Bugün işler məqsəd oldu. Servis haqqı da yoxdur bu arada. Biraz yaxşıdır bu arada. Müəllim yiyir. Səhərdən pendirin əlində gecəlik qalıb sən. Pendirin əlində gecəlik qalıb. Badımcan salatımız, deməli bu da 10 manat idi. O da çox qiymətlər normaldır. Yaxşıdır. Və əsas servis haqqı da yoxdur. De. Heç mənə vermir deyə heç nə. Sousla badımcan salatı yiyən mənim oğlum. Ben yiyib dadına baxanca Səlim mənim burada salatımı datlıymış bu. Gəlin. Mən pulsuz reklam gedirəm. Gəlin yiyib. Dadlı. İndi baxın, əl uzaqca götürəcək məndən. Bizə nuş olsun. Yüreği basalım
tortumuz. Bizdə iced tea teşne olmur. Bu da Səlimin kalıqları qalıb. İndi dadına baxacağım. Пару вещдоков подбросим. Свидетель у меня есть, который скажет все, что хочешь. Pis deyil. Amma qədimdəki KFC tortum Надо решать. Совсем уж tapamıyorum. Elə bilin ki, Abşeronla KFC-nin dadını qarışıb. Amma ya, pis deyil, yaxşıdır. Nuş olsun.